etirazların başlıca şüarlarından olan Xameneyiyə ölüm, diktatora ölüm şüarları əsas hədəfin və nifrət obyektinin Əli Xameneyi olduğunu açıq şəkildə ortaya qoyur. Eyni zamanda Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın açıqlamalarında da məhz İranın ali rəhbəri hədəf alınır. Bu baxımdan Trump'ın son açıqlaması özəl əhəmiyyətə malikdir. Bir neçə gün öncə o, Politico nəşrinə verdiyi müsahibədə İranda yeni lider axtarmağın vaxtıdır deyib. Xameneyinin ölkəsini məhv olmaq həddinə gətirdiyini və etirazlar zamanı əvvəllər görünməmiş səviyyədə zorakılıqdan istifadə etdiyini vurğulayan Trump, liderliyin qorxu və ölümlə deyil, hörmət və nüfuzla müəyyənləşdiyini xatırladaraq əlavə edib. Bu adam xəstə bir adamdır və ölkəsini düzgün idarə etməli, insanları öldürməyi dayandırmalıdır. Onun ölkəsi zəif liderliyə görə bütün dünyada yaşamaq üçün ən pis yerdir. Bu açıqlamadan sonra Amerika Birləşmiş Ştatlarının regiona hərbi qüvvələr toplamağa başlaması və bölgədə müşahidə olunan hərəkətlilik Trump'ın Xameneyinin fiziki məhvi qərarına gəldiyi barədə ehtimallara yol açıb. Bəzi İran rəsmilərinin, o cümlədən Prezident Məsud Pezeşkiyanın və parlamentin sədri Məhəmməd Baqir Qalibafın bəyanatları da bu planın ciddiliyinə dəlalət edir. Hər halda Xameneyi hakimiyyətdən gedərsə, bundan sonra ən müxtəlif senarilər mümkün olsa da, İran daha əvvəlki İran olmayacaq. Bir şey şübhəsizdir, rejimin çöküşü zaman məsələsidir. Bu, həm xarici hərbi müdaxilə, həm də daxildə daha geniş etiraz və qarşıdurma yolu ilə baş verə bilər. İstənilən variantda İran dəyişməyə məhkumdur.